Bizim aparıcılarımız bütün sual cümlələrini Türk intonasiyasına formalaşdırırlar. Məsələn? Azərbaycan dilində sual cümləsində sual ədatından birbaşa istifadə olunmur. Sual cümləsi bilirsiniz ki, sual əvəzlikləri vasitəsilə və sual intonasiya ilə düzəlir. Amma gəlirmisən, hətta bu şəkildə. Bəli. Məsələn, dəfələrlə biz aparıcılarımız... Amma gəlirsənmi Azərbaycan dilində var idi? Gəlirsən var, onu dəqiqləşdirmək üçün, yəni bir qədər də o yəqinliyi bildirmək üçün, dəqiqləşdirmək üçün biz ədatın xüsusiyyəti var da. Səni bura almaq istəyirəm. Azərbaycan dilində dəvət etmək mənasında almaq sözü yoxdur. Bəli, yəni mən bunun tərəfdarı deyiləm. Yəni buna indi də məsələn ilgilənmək sözü, bəlirlənmək sözü türk dilindən kifayət qədər sözlər gəlir. Amma bu sözləri efir məkana buraxmaq olmaz. O sözlər efir məkanına ayaq açmamalıdırlar. Onun mənə elə gəlir ki, dediyim kimi televiziyalarda xüsusi şuralar olmalıdır və ciddi nəzarət etməlidir. Aparıcı isə öz məsuliyyətinə yanaşmalıdır ki, siz yəqin ki, bu verilişə hazırlaşmışsınız, ekspertlərinizi dəvət etmişsiniz, mövzunuzu bilirsiniz. Siz ən yuxarı səviyyədə çalışmalısınız ki, maksimal həddə çalışmalısınız ki, alınmalardan istifadə etməməlisiniz, Azərbaycan dilində cümlə quruluşlarınıza diqqət etməlisiniz, səlis danışmalısınız və sadə danışmalısınız.